Əziz qardaşlarım, həyat necə davam edir bilmək olmaz. Bir gün burada varıq, sabah yoxuq. Mənim borcumdur sizə bu sözləri deyib ki, mənim vicdanım Allah qarşısında rahat olsun. Çox nağıl gəlib danışa bilərəm burada sizə. Açım şeirləri qoyun, bir şeir oxuya bilərəm sizə. Bunları nə var eləməyə? Sizi elə bir məst-i xumar eləyim ki, bu şeirlərlə yatasız xəbəriniz olmasız həqiqətdə. Amma onlar heç biri həqiqət deyil. Həqiqət olan höccətin elmidir. O elm ki, Xaliqin muradına, məşiyyətinə, iradəsinə birbaşa aparır. Ora apardısa bizi günəşin əsliyyətinə qovuşduran şüalar kimi olacaq. Yəni biz o zaman ilahiləşə bilərik, biz o zaman təmizlənə bilərik. Əks halda onun bunun fikirlərinin zülmətində yaşayacağıq. Elə biləcəyik ki, bizdən Allah razıdır, biz də ondan razıyıq. Allah ağla gəlməyən təhlükələrdən qorusun bizim. Gözümüzlə gördüklərimiz ayrı şeydir, amma görmədiyimiz o elə incə məqamlar var ki, insan evladının bununla